Elə Nərmin xanımla davam edək. O bizə görünməyən reklam kanalından danışacaq. Gəlin Nərmin xanımı alqışlarınızı səhnəyə dəvət Salam, hər kəs salamlayıram. Mən əvvəl özüm haqqında qısa məlumat vermək istəyirəm ki, hal-hazırda Nərmin xanım da dediyi kimi ictimai radiodayam və 5 ildir ki, buradayam. Amma ondan əvvəl mən özəl radioların birində çalışmışam. Özəl radio üçün də marketinq, sponsor, bu çox bir müqəddəs məfhumlardır. Yəni biz nəfəs alanda belə hər şey ona hesablanır ki, biz sponsora maraqlı ola bilək. Mən arada telefona baxacağam, qeydlər üçündür. Yəni hörmətli kimi başa düşməyin. Bizim üçün marketinq çox önəmlidir və mən media təcrübəmi də məhz özəldə başladığıma görə, yəni radioçuluğu öyrənməklə yanaşı biz necə sponsora maraqlı ola bilərik. Bunu da bizə paralel öyrəndiklər. Məsələn, rəhbərimizin yanına təkliflə gedirdik. Soruşurdu ki, bunu kimə satacağam? Bu kim üçündür? Bu kimə maraqlıdır? Yəni, hətta format fikirləşəndə belə. Məsələn, düşünürük ki, indi veriliş düşünürük sezon öncəsi. Burada belə düşünürük ki, hal-hazırda kim pul xərcləyir, hansı marka xərcləyir, hansı sektor, məsələn, banklısa banka nə sata bilərik, ona uyğun oturub veriliş fikirləşirdik və burada sanki proses belə əksinə gəlirdi. Biz adətən yaradıcı proses başqa cür gəlir, fikirləşirsən, sonra düşünürsən kimə sata bilərsən, bizdə sanki əksinə gəlirdi. Və sponsorlarla bağlı işləyəndə mən onun hansı tərəflərini görürdüm. Bizim hətta məsələn, indi deyək ki, 12 günlük tətillər olur Novruz bayramında və s. Bizdə amma özəl radiolar belə etmir. Onlar sponsorla deyək ki, razılaşıblarsa 20 gün veriliş olacaq və adınız çəkiləcək, artıq buna uyğun olmalıydı. Sən 3 gün, 2 gün sadəcə dincəlirdin. Amma dövlətdə belə deyil. Yəni ki, indi o haqda təcrübəmi danışacağım, ictimai radioda necədir. Mən özəl radioda açıq media formatında misal gətirirəm və orada bizə aparıcı kimi nə əsasən öyrədilirdi. Düzdür, biz hər birimiz düşüb qapı-qapı belə gedib sponsorlarla danışmırdıq. Bunu edən bir insan var idi, amma aparıcılara və mən orada radioda başında redaktor, prodüser, bütün bunları təcrübəmdə olub deyə rahat deyə bilərəm ki, biz bu haqda çox düşünürdük. Və məsələn, bizə aparıcı kimi artıq gedəndə, indi kontenti fikirləşməkdən başqa sən danışırsan, deyək ki, verilişin sponsoru var, sən onun təqdimatını, keçidi necə etməlisən ki, bu reklam olmasın. Bu xüsusi öyrədilir. Çünki, bilmirəm, bu rus demiş kimin zaslugasıdır, amma bizdə reklam deyəndə biraz qeyri-səmimi, yaxşı olmayan bir şey başa düşülür. Yəni, biz reklam elə etməliydik ki, bu reklam deyil, biz sizə tövsiyə edirik, baxın, yəni biz belə düşünürük. Yəni, sanki birinci sən özünü sevdirib, inandırmaz, etimad bayaq dedizdə. Birinci bizə etimad olmalıdır, sonra biz başlayırıq o haqda danışmağa ki, biz tövsiyə edirik. Məsələn, keçid haqqında hələ danışacağım, keçid edəcəm. Amma bir şey vurğulayayım ki, deyək ki, biz radionun mənə görə çoxlu müsbət tərəfləri var. Mən özümə daha çox introvert insan siyahısını aid edirəm, 51% introvert və buna yaxşı tərəf odur ki, heç kimi görmədən danışırsan da, sən sadəcə danışsan, sənin daha çox insanı eşidir. Və orada heç kimi görmədiyimizə görə biz məsələn çox rahat geyinə bilirik. Saç düzümü vacib deyil, hər şey formada olsun, kablukda olasan. Amma belə tədbirlərə gəlin, təbii ki, sən artıq Alo, burası exit var. Tamam. Buyurun. Möhtəşəm giriş edəcəkdir. Yaxşı xatir. Möhtəşəm elə. Sağ olun. Məsələn, belə o tədbirlərə gəndə sən artıq başlayırsan kabluk giyməyə və s. Deyək ki, kabluk da öyrəşməyən bir... Sizin sözü kəsir, mənim kimi. Görüşlərə girməkdən deyəndə, ya da biri nəsə gəlmək istəyir, o da olur. Olur, arada belə də olur. Məsələn, tutaq ki, kablukdasan və yaxşı ki, deyək ki, Mangonun rahat kablukları var, sən istədiyin kimi rahat özü istəyirsən, kablukda da hiss edirsən. Bizdə reklam eynən belə olur. Keçid edirsən və biz demirik, indi isə keçirik sponsoru tərifləməyə. Sadəcə keçirsən, söhbətin əsnasında güya təbii oldu da, yəni bunu bizə bu formada çalışırlar, öyrətirlər. Və mən bunu artıq öyrənməyə başlayanda ki, reklam belə olmalıdır, keçdim dövlət radiosuna, orada artıq buna ehtiyac yoxdur. Yəni biz artıq bunu satmırıq. Dövlət radiosu çox dalıca qaçmırdı. Kontenti biz yenə satırıq, amma dinləyiciyə. Bu maraqlı deyil ki, bir marketologun dalıca qaçaq. Və biz, bunun da öz müsbət və mənfi tərəfləri var. Mən düşünürəm ki, kommersiya məqsədli bir layihə hazırlayanda bu daha çox başlayırlar ora məsuliyyət xərcləmə, insanlara daha çox necə maraqlı ola bilər. Düzdür, təklifin dalıca biraz qaçırsan, o da səviyyə biraz düşə bilir bəzi hallarda. Amma yenə də kommersiya radiosu səni həmişə formada saxlayır, sən həmişə tempdə olmalısan, yaxşı və maraqlı olmalısan. Amma ictimaiyədəki mənim təcrübəm odur ki, mən yenə satıram, iş dünyasına çox yaxınam
Çünki hər gün 2 saat bu haqda danışıram, müsahiblərim olur və orada sizə əsasən iki istiqamətdə olan insanlarla müsahibə haqqında danışmaq istəyirəm. Bu sahibkarlardır və marketoloqlar. Çünki onların reklama baxışı tamamilə fərqlidir. Siz bilməm, bayaq müşahidə etdiniz ya yox, Özələ xanımla, məsələn, Edgar bəyin yanaşması marketinqə fərqli idi. Mən bunu bütün müsahibə aldığım qonaqlarda hiss edirəm. Özələ xanım görürsünüz, danışır ki, Moskov düşündük, onu düşündük, bunu düşündük, belə elədik, kampaniya elədik və s. Amma Edgar bəyin axırıncı ifadəsi nəyə gəldi, çıxdı? Yaxşı məhsul özü-özünü satmalıdır. Ağızdan ağıza keçəndir. Bütün sahibkarlar, mənim verişimdə olan sahibkarlar bunu istəyir. Onlar ağıllı pul xərcləmək haqqında danışanda, marketinqdə vurğuluyorlar ki, yaxşı məhsul özü-özünü satır. Hər nə qədər marketoloqlar gəlib əksini desək ki, rəqabət çoxdur, yaxşı məhsul çoxdur və s. Sahibkar gəlib əsasən həmişə bunu vurğuluyur ki, verişdə. Elə olmalıdır ki, mənim müştərim yaxşı, qayni qalmalıdır, rahat getməlidir ki, gedib o bir müştəriyə də desin. Yəni, nə qədər az pul marketinqə xərclənirsə, deməli, ən bomba marketinq budur. Amma gəlir marketoloqlar və onlar artıq başlayırlar ki, 360 dərəcə marketinq olmalıdır, nə bilim, digitalda olmalısan, ənənəvidə olmalısan. Bəzən hətta elə qonaqlar olur ki, marketoloqlar, yəni özləri, biz təbii ki, baxırıq ki, verilişə çalışırıq ki, ən yaxşıları olsun, təcrübəsini paylaşacaqlar, çünki bizim dinləyiciyə çox önəm verdik. Amma bəzən elə marketoloqlar olur ki, onlar deyək ki, digital marketinqlə məşğuldurlar və gəlirlər, radioda oturub özləri böyük səy göstərirlər ki, bizi çağırır. Amma gəlirlər, radioda deyirlər ki, ağıllı pul xərcləmək ənənəvi mediaya artıq düzgün deyil. Yəni, pulu ağıllı xərcləmək istəyirsənsə, bunu radioda çox açıq deyirlər də. Ağıllı istəyirsə pulu xərcləmək, nəticə əldə etmək istəyirsə, çünki digital ölçülə biləndir, qısa müddətlidir, konkret öz auditoriyanı seçirsən, sənə rahat olur işləmək. Biz təbii ki, söz azadlığıyla okey desinlər, amma mən düşünürəm ki, bu mənada radionun bəzi sektorlara, radionu tərifləmək istəyirəm, çünki mən burada radiodan pul qazanan dövlətdə olduğuma görə mənə maraqlı deyil hal-hazırda satış etmir. Bu istiqamət sadəcə obyektiv olaraq deyirəm ki, mənə görə radio reklam bu artıq bir nüfuz məsələsidir. Məsələn, eyni insanlar kimi biz karyeranı başlayanda necə olur? Fərqi yoxdur, harda işləyirik, yaxşı pul verdi, çıxdıq, getdik. Amma bir yerə çatdıq, biz düşünürük, məsələn, o şirkət okey məni dəvət edir, amma o şirkət nüfuzu tam ki, indi çalışdığından azdır. Yəni, bir mərhələyə gəlsən nüfuz haqqında düşünür, şəraiti yaxşı deyil və bu brendlərdə məncə belədir. Onlar nüfuz haqqında düşünməyə çatanda, məncə ənənəvi mediada pul xərcləməlidirlər və xərcləyirlər. Yəni, böyük şirkətlər bunu edir. Bilməm, hansısa marketoloqun sözünü siz daha yaxşı biləcəksiniz ki, yəni 50% boşa xərcləyirsən, amma bilmirsən də o hansı 50%-dir. Bir çox marketoloqlar inanır ki, bu 50% dəqiq ənənəvi mediaya gedəndir. Amma mən düşünürəm ki, yəni düzgün, çünki radiolar indi biz daha geniş kütləyə çıxırıq. Amma spesifik auditoriyalı verilişlər də az deyil. Çünki mənim verilişlərim də onlardan biridir. İndi radioda qazanan verilişlər nədir? Avtomobillə bağlı, ustalarla bağlı. Düzdür, çox deyinənlər var ki, bütün günü başdan ayağa açırsan, bunları eşidirsən. Amma faktiki olaraq non-stop musiqi olan dəqiqələr baha satmır. Baha satan, məsələn, insanlar deyir ki, biz istəyirik ki, mahnı eşidir. Axı, onda ona sponsor gəlir. İstəyi budursa, kimsə səmimi deyil. Çünki brendlər pul verir aparıcıya. Hər aparıcıya yox, amma bizim öz radioda elə dəqiqələr, elə veriliş var. Məsələn, Mampası o bir çox televiziya verilişlərindən belə hansısa kampaniyalardan daha baha sata bilir. Yəni, təcrübə göstərir ki, şirkətlər pul verir və non-stopa yox da, musiqiyə yox, danışığa. Belə, sahibkarlarla marketoloqların belə çatışmasından daha çox, mənim bir də müşahidə etdiyim, dediyim kimi, ənənəvi media ilə digitalı daim qarşı-qarşıya qoymaqdır. Və bir məsələ də var ki, indi podkastlar. Bunlar da çox aktualdır. Düzdür, onlara mən çox pul xərcləyən brendlər tanımıram. Çünki podkastların qiyməti də mən bilən baha deyil bizdə hal-hazırda. Çox pul da xərclənmir, amma podkastlarla bağlı, məsələn, mən bir şey müşahidə etmişəm ki, bu kitabı yazan daha çoxdur, nəinki kitab oxuyan. Sanki indi belə bir dövrdür. Daha çox podkast çəkilir, daha çox podkast hazırlayırlar. Nəinki qulaq asın, amma o qədər deyil. Məsələn, siz qulaq asırsınız podkastda. Qulaq asdıqlarınız var. Adı çəkə biləcəyiniz var, yoxsa? Var. Nəyə qulaq asırsınız? Market Talks. Qulaq asırsınız. Əli bəy yoxdur. Yerlilərə qulaq asırsınız. Və yerli. Innovation Talks var, Zeynal bəyin. Hə, onu yoxdur.
Hə, amma çox da bu az. Məsələn, burada 4-5 dənə ad çəkildi. Düzdür, yerli, xarici fərqi yoxdur. Podkastlara qulaq asan sanki daha azdır. Bu yaxınlarda bir tanışım deyir ki, podkastda olmayana qız vermirlər elə bil. Hər yerindən duran podkast açır. Məncə bu pis bir şey deyil. Çünki mən məsələn radio aparıcı kimi bəzən burada çətinlik çəkirəm. Çox yaxşı mütəxəssisdir, amma danışa bilmir. Mən onu qonaq çağırmaq istəyirəm. O utanır, danışa bilmir. Ona görə tək ki qoy hardasa kimsə danışsın ki, insanlar çox danışmağa başlasın ki, bizə də materialdır. Həm də ki, özünü ifadə edə bilməmək, bu həm şəxsi həyatda, həm korporativ mühitdə əsas problemin səbəbi budur. Biz özümüzü ifadə edə bilmirik. Biz müəyyən səbəblərdən çəkinirik. Biz düşünürük ki, sakit oturmuşam, yəni danışmaq və şu dəqiqə qabağındakı səni başa düşməyəcək. Niyə danışıb özümü yoruram? Bu müdirlə də belədir. Biz bilmirik o bizdən nə gözləyir, o bilmir biz ondan nə gözləyirik. Yəni bir çox hallarda bu eynən marketinqdə də. Brendlə mən düşünürəm ki, bəzən müştəri arasında siz edqar edirsiniz, oxuyub xaricdə gəlir, amma burada bilmir də. Məsələn, bu əslində pis bir şey deyil. Nəzəriyyə var, yaxşı ki də var, dünyada necədir? Amma artıq müştərini tanımaması odur ki, ünsiyyət yoxdur. Çünki o cəmaatın arasında, xalqın içində olmur da. Yəni tam demək istədiyim də budur ki, bizim çox da olur. Amma satdığı məhsulun mikrorayonunda. Yəni mikrorayondakı adamla bu siz nə qədər desək də autoritetlidir. Oranı bilməlidir, yaşamalıdır, görməlidir, signalı bilməlidir ki, orada satdığı. Ona görə təqdiyyimiz bundan ibarətdir. Mənim öz sözü məlimə qatlamış, çünki mənim də başıma gəlir bu. Gərək içərdən gələsən, altdan yuxarıya qalxasan ki, bütün sferanı şamil edə biləsən. Birinci nəzəriyyə yox, təcrübə yox edilir. Qapağı oturur, görsən ki, başqa bir də. Çox yaxşıdır. Ona görə podkastların kütləvi olmaması, yəni kütləvi çəkən çoxdan baxan azdır. Mənə görə kütləvi bizə kanal deyil, reklam şeydə çox pul tələb etmir. Amma yaxşıdır ki, insanlar danışır. Yaxşıdır ki, nəhayət sahibkarlar, iş adamları, çox peşəkar insanlar var ki, mən deyirəm, o deyir ki, kompleksim var, gəlmirəm. Yəni danışa bilməməyi bu yaxşı hal deyil. Çox sevindirir ki, insanlar hardasa danışmağa başlayır. Yavaş-yavaş yəqin getdikcə inkişaf eləyəcək və podkastlar da artıq istədiyimiz tam məzmunu alacaq. Belə, mənim çatdırmaq istədiyim bu qədər bunlar idi. Kiminsə sualı varsa, axırda olacaq o. Çox sağ olun. Tamam, yəni tamam sizə suallar edir. İstəyirəm mən sizə sual verim, iştirakçılarımız sizə sual-cavab sessiyasını verəcəklər. Eyni brend mesajı, yəni reklam mətnləri həm canlı radio efirində, həm də montajlı podkastda çatdırmaq sizcə nə dərəcədə eyni təsiri bağışlayırmı? Yoxsa kanallara görə müraciətlər fərqli olmalıdır? Radioda biz reklam səsləndirəndə, mən yenə qayıdacağam o 5 il əvvələ, özəl radioda reklam səsləndirəndə, orada bizə çox məhdud vaxt verilir. Məsələn, sponsor mətni 20-30 saniyə təxminən maksimum sən edə bilərsən. O 20-30 saniyədə sən həm çaşmamalısan, adın belə səhv desən, bir hərfin belə səhv desən, effekt ölür. Yəni, o reklam o deyil. Sən çaşmamalısan, sən bayağın keçidi belə rahat şəkildə, bir-birinə çox orqanik şəkildə keçid olmalıdır. Dalğanı dəyişə bilmirlər. Ən yaxşı cəhət budur, yeri gəlmişdir. Radioda, qulaq asanda, reklam gedəndə dalğanı dəyişmirlər. YouTube-da filan biz basırıq üstündən keçirik də. Amma bizdə o ehtimal çox az. Çünki 20-30 saniyə bitəcək, 20-30 saniyə çevrənə qədər təzədən qayıdırsan. Ona görə məsələn bizdə o yoxdur və canlı, təbii ünsiyyət, dinamika filan burada daha çoxdur. Amma podkastda isə düşünürəm ki, sən 30 dəfə də montaj edə bilərsən, ona görə daha qəşəng səhnələşdirə bilərsən, vaxt məhdudiyyəti yoxdur. Siz söhbətlərdə, mən məsələn daha çox rus podkastlarında görürəm ki, çox qəşəng keçidlərlə reklam edirlər və sən o da belə maraq, məzmuna qatır da, çox rahat qatır və sən o da belə maraqlı edir. Reklam kimi bir dənə qutarsın keçsinlər söhbətə belə təsir bağışlamır. Qeyd etdim ki, məzmun radioda daha qısa olur. Podkastda isə buna istənilən qədər rahat yer ayırmaq. Əsas odur ki, süni biz reklam edirik. O qışqırmaq bayaq ifadə etdim. Marketinqlər sevir qışqırmaq. Hətta bizə reklam verəndə də bəzən deyirlər ki, yüksək səs tonu ilə, səs tonunuzu biraz belə qaldırın filan. Amma ki, qışqırmaq, brendin qışqırması filan nəsə mənə daha çox negativ öyle. Sanki sakit emosiyalarla, çünki səmimiyyət qışqırmaq səmimi olmur. Öyle səmimiyyət qışqırmaqla. Bu mənim fikrimdir, müştəri kimi danışır. Adam çox qaldıqca necə bir səsin necə orada adam çox səsimizi qaldırır. Brend böyüdükcə qışqıran həm rəqabət artdıqca, brend böyüdükcə səsini yüksəltməsən ki, olmayacaqsın. Biz indi 10 milyonluq nəzərə alın ki, 100 milyonluq daha böyük şirkətlər
Yəni Olar, sən artıq olar. daha çox səsini qaldırmaq. Mikrofon yoxdur, məcbursan mikrofona. Yəni belə Olar. düşünün. Səs biraz çox deyiləndə, möhkəm deyiləndə ürəyə yaxşı yatmır. Mən nə qədər yavaş olsa, Mənə də daha gözəl. Həm də möhkəm danışanda çox adam qulaq asmır. Əksinə yavaş danışanda. Məsələn, dalğalarda da qışqıran aparıcılar var da. Hamının ağlına əsasən biri gələcək. Onun, məsələn, düz taksi şoferləri çox sevirlər, amma mən qışqıran aparıcı sevirəm. Qulaq asa bilmirəm. Qulaq asa bilmirəm. Əlbəttə zövq məsələsidir. Nə qədər sakit, rahat da. Qışqıran insan, qışqıran müdür, qışqıran əməkdaş, qışqıran həyat yoldaşı dinləmək maraqlı deyil. Əslində hazır taktikallarda belə bir şey var ki, Ərdoğan çıxışlarına fikir versəniz, görərsiniz ki, ölkəyə, milləti demək istədiyi şeyləri, yazdırdığı ifadələri qışqıraraq deyil. Hansı ki, 2-3 dənə yaxşı sözü yavaş-yavaş. Çünki o dinlər, həm çıltı dinlər. Ürəyinin sözlərini qışqıraraq. Ben burada Nərmin xanıma belə qatılım ki, mən Stranovin Türkiyə Ödəmə Təşkilatının dəvətinin Azərbaycan Fintech Assosiasiyasını təmsil edirdim və orada hörmətli Mustafa Başaran var, Bankların Denetləmə Qurumunun sədr müavinidir. Və o danışanda elə o məqamlarda qışqırır, o idarə etmə tərəfindən, reklam üçün yox. Deyir ki, məsələn, sizin hamınızın lisenziyalarınızı yoxlamaya gələndə biz orada diqqət edin ki, çekli pulların yuyulması və terrorçuluğun adam bilə-bilə mikrofona yaxın qışqırır, üzü ilə də deyir ki, öldürəməzsin. Bildiyimiz odur. Erdoğan da onu edir. Ona görə mən Nərmin xanıma yanaşıyorum ki, məsələn, deyəsən, yenə deyəcəm ki, Araz Baba demək var. Bir də var ki, Araz Baba gələndə, bilmirəm. Mənim ilişməkdə. Ona görə məncə qışqırmaq yəni səmimiyyətə biraz şübhə yarada bilər, amma bu mənim fikrimdir. Qışqırmaq məndə dair. Yox, bunlar olmalıdır da. Müəyyən bir sözləri qışqırmaq olar, müəyyən bir sözləri daha tıxıntı ilə demək daha faydalıdır da. Yəni o bədən dilində və dil sözlərimizdə görə bilir ki, yəni danışıq prosesində müəyyən şeyləri möhkəm prosesində uygulanmalısan, müəyyən şeyləri isə daha sakit ki, diqqətli biləsinlər. Çok sağ olun. Teşekkür ederim. Teşekkürler.